Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, bildiyimiz kimi 25 iyun 2026-cı ildə ibtidai siniflər üzrə sertifikasiya imtahanı keçirildi və sertifikasiya imtahanında riyaziyyatdan düşən, ibtidai siniflərin riyaziyyatdan düşən sertifikasiya suallarına gəlin sizinlə bir yerdə baxaq. Birinci sualımız belədir. Deyir, sahəsi 1100 metr kvadrat olan bağın hər 100 kvadrat metrinə 45 kiloqram toxum əkilirsə, bütün bağ üçün neçə kiloqram toxum lazım olur? Əgər burada tənasib qurmalıyıq. Əgər 100 metr kvadratına 45 kiloqram toxum deyirsə, bu zaman bizə lazımdır 1100 metr kvadrat olan bağı neçə kiloqram toxum lazım olduğunu biz tapmış olacağıq. Deməli, tənasibimizi qururuq. 100 metr kvadrata əgər 45 kiloqram toxum lazımdırsa, onda 1100 metr kvadrata neçə kiloqram toxum lazım olacaq? Tənasib şəklində yazsaq, 1100-ü 45-ə vurub bərabər etməliyik. 1145-ə vurub bölməliyik 100-ə və yaxud da çarpaz şəkildə vursaq, 100x-in bərabər olur 1100-ü vururuq 45-ə. Buradan 2 sıfırlar gedir. X-in də qiyməti 11 vurulsun 45 kimi hesablanacaq. X-in qiyməti 11-i 45-ə vuranda 4 ilə 5 və 4-ün üstünə 5 gəlib 9 yazırıq. Yəni 11-ə vurmada çox zaman bu formada hesablana bilir. Həmişə yox, yəni adətən bu formada hesablanır. Cavabımız oldu 495 kiloqram toxum lazım olacaq. Baxırıq ikinci suala. İkinci sualda deyir, bir işçi bir işi 6 saata görürsə, 10 dəqiqə işin hansı hissəsinə görər? Ümumi gördüyü iş kəsirin məxrəcinə yazılır 6 saat. Gördüyü, yəni 10 dəqiqədə deyir, işin hansı hissəsini görər deyirsə, 10 dəqiqədə kəsirin sürətinə yazılır. Amma burada biri saat, biri dəqiqə olmaqla hesablanmır. Hər ikisini eyni bir məxrəcə gətirməliyik. Yəni 6 saatı çevirməliyəm dəqiqə. 1 saatın 60 dəqiqə olduğu üçün 6 saatda 60-ı vuranda 360-a bərabərdir. Buradan da 360 dəqiqə və 10 dəqiqəni yazırıq. Sıfırlar ixtisarı gedir 36-da 1. Deməli, 10 dəqiqə işin 36-da 1 hissəsini görmüş olacaq. Üçüncü sualda deyir, 3 ardıcıl tək ədədin ədədi ortası 141-dir. Kiçik ədədin rəqəmləri cəmini tapın. Baxın, birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Tək ədəd deyirsə, elə ortadakı 141-ə bərabər olacaq. Yəni, ədədi orta üçünü topladıq, böldük 3-ə, ədədi ortanı tapırıqsa, həmin 3 tək ədəd deyirsə, bunların ortada duranı ilə ədədi ortanın özünə bərabər olur. 141. 141-dən əvvəlki bizə ortancıl ədədi də soruşa bilər. İndi yadda qalanı deyib müəllimlər. Amma məsələn, ortancıl ədədi də soruşa bilər, böyük ədədin rəqəmləri cəmində soruşa bilər, kiçiyi də soruşa bilər. Bizə kiçiyi soruşduğu üçün 139-a bərabərdir. Yəni 139, 141 növbəti ədəd 143 olacaq. Tək dediyi üçün 2 artmış olacaq. Kiçik ədədin rəqəmləri cəmini deyəndə 1 üstə gəl 3 üstə gəl 9 bərabərdir 13-ə. Cavabımız oldu 13-ə bərabər. Günün 6-da 2 hissəsi neçə saatdır? Belə bir sualımız var. Bir günümüz 24 saat olduğu üçün 24-ün 6-da 2 hissəsini tapacağıq. 24-ü 6-ya böldüm 4, 4-ü 2-yə vurdum 8-ə bərabərdir. Çox sadə, rahat suallardır. Deməli, 5-ci sualımız belədir. Bərabər tərəfli üçbucağın perimetri 36 cm tərəfini tapın. Bərabər tərəfli deyirsə, deməli 3 tərəfi də bir-birinə bərabərdir və 3 tərəfini toplasaq 36 cm verir. Bu zaman bir tərəfini tapmaq üçün 36-nı 3-ə böləcəyik, 10 2-yə bərabər olacaq. Deməli, tərəfi 12 cm-ə bərabərdir. 6-cı sualda deyir, kuboidin ölçüləri uyğun olaraq 2 cm, 6 cm və 8 cm-dir. Bu kuboidin həcmini tapın, cm kvadratı ifadə etməliyik. Elə özü də santimetrlə verilib. Kuboidin ölçüləri əgər 2, 6, 8-dirsə, bu kuboidin həcmini tapmaq üçün 2-ni 6-ya vurub, daha sonra 8-ə vurmalıyıq. 6, 8-in 48, 48-ə 2-yə vururam, 96-ya bərabər. Cavabım oldu 96 cm kvadratı. 7-ci sualda deyir, tili 5 cm olan kubun səthinin sahəsini tapın.
Tili əgər 5 sm-dirsə, kubunun səthi, tam səthi deyirsə, fərqi yoxdur. Tam səthi də yaza bilər, səthi də yaza bilər. Əgər səthi deyirsə 6A-nın kvadratıdır. Bu da hardan gəlir? Bildiyimiz kimi kubun 6 üzü olduğuna görə, bax, məsələn, belə bir kvadrat çəksəm, bundan bir dənə olar. Tili də 5-dir. Tərəfi 5 olanda bunun sahəsi nə qədər olur? 25 olur, düzdürmü? Amma kubda bu sahədən 6 ədəd olduğu üçün 6-ya vurmalıyıq. Bərabərdir. 6-nı da vuracaq 25-ə. A-mız burada 5-dir axı onun üçün. 5-in də kvadratı 25 olduğu üçün 6-nı 25-ə vurmalıyıq. 5 6-nı 33 yadda, 2 6-nı 12, 3 də yadda 15. Deməli 150 santimetr sahəsində kvadrata bərabərdir. Çevrənin diametri 18 cm-dir. Deyir, radiusunu tapın. Əgər çevrənin diametri 18-dirsə, radiusu 18-in yarısına bərabərdir. Bir dənə radius, 2 dənə diametrə, 2 dənə radius, üzr istəyirəm, 2 dənə radius, bir dənə diametrə bərabər olduğu üçün diametr də bərabərdir. 18-in yarısı 18-ə, buradan radiusu tapanda 18-i 2-yə bölürük 9. Bax, belə bir çevrədir. Bunun yarısı ümumilikdə 18-dir. Bizə deyir ki, radiusu, yəni yarısını tapın, yarısı da 9-dur. Katerin axını ilə 4 saata 160 km yol gedir. Katerin sürəti yazırıq, çayın sürəti, axın ilə və axına qarşı sürət. Katerin sürəti bizdən durğun sudakı sürətini istəyir, yəni katerin öz sürəti lazımdır bizə. Axın ilə 4 saata 160 km yol gedir. Əgər axın ilə 4 saata 160 km yol gedirsə, bunun sürəti, axın ilə sürəti 160-ı 4-ə bölürük, 40-a bərabərdir. Çayın da öz sürəti 4 olduğunu bilərək necə olurdu? Katerin sürətinin üzərinə çayın sürətini gələndə axın ilə verirdi də və yaxud da katerin sürətini verməyib, axın ilə verib, axın ilədən çayın sürətini çıxanda katerinin sürəti alınacaq. 40-dan da 4-ün çıxdım 36. Durğun sudakı sürət, yəni katerin öz sürəti. Öz sürəti nəzərdə tutur. Durğun su o deməkdir. 10-cu sual. 10-cu sualda deyir, qabın 4də 1 hissəsi doludur. Qaba 16 litr su töksək, qabın 4də 3 hissəsi dolu olar. Bax, 4də 1 və 4də 3. 4də 1-i doludur. Bu formada çəksək əgər, bax 4 hissədir. 4də 1 hissəsi doludur. Əgər 16 litr töksək, qabın 4də 3 hissəsi dolu olar. Deməli, 16 litr bu 2 hissəyə bərabərdir. Onda 1 hissə neçə olacaq? 8 litr. Deməli, əgər 1 hissə 8-dirsə, hər hissə 8 olacaqdır. Ümumilikdə 4 hissə olduğuna görə 4-də vuracaq 8-ə, 32-yə bərabər olacaq. 10-cu sualda cavab 32-dir. Nəyə soruşur biz? Qabın çəkisini tapın. Qabın çəkisini tapın deyir. 4də 1 hissəsi doludur. Qabı 16. Hətta qabın öz çəkisini istəmir. Ümumilikdə qabın içindəki su ilə birlikdə. İndi burada yaza bilər qabın. Ola bilər ki, məsələn, burada qabın su ilə birlikdə çəkisini tapın soruşur. Çünki cavabda 32 çıxıb. Onun üçün ola bilsin burada məsələn yadlarında bu formada qalıb, amma olmalı idi ki, qabın su ilə birlikdə çəkisini tapın. Çünki qabın öz çəkisi başqa bir şeydir. Alıcı bazardan 3 kiloqram qarpız, 4,5 kiloqram, yəni 4 kilo yarım yemiş alır. Qarpızın kiloqramı 59 qəpik, yemişin kiloqramı isə 1,5 manatdır. Yəni 1 manat 50 qəpik. Alıcı ümumi nə qədər pul xərclədi? Əgər 3 kiloqram qarpıza 1 kiloqram qarpızın qiyməti 59 qəpikdirsə, onda 3 kiloqram qarpızın qiymətini 59-u 3-ə vurub tapmış oluruq. 3 9-un 27, 2 yadda, 3 5-in 15, 2 də yadda 17. 177 qəpik. Belə deyil. Bu da eləyir 1 manat 77 qəpik. Qarpızın kiloqramı 59 qəpik, yemişin kiloqramı 1,5, yəni 1,50-dir. 4,5-i 1 kiloqramı əgər 1 manat 50 qəpikdirsə, onda 4 kilo yarımını tapmış oluruq da biz. Vururuq 1,5-ə. 5 5-in 25, 2 yadda, 5 4-ün 22 yadda, 22. Zərrə gəlirik 5 və 4. Toplayanda 6. 2 dənə də buradan vergülü sayırıq. 6-nın yanına vergülü atırıq. 6 manat 75 qəpik. İndi burada da nə elədik? 4 kilo yarımın qiymətini 1,50-yə vurduq. 1,5-ə. Oldu neçə? 6 tam
%75, yəni 6 manat 75 qəpik. İndi burada deyir, alıcı ümumi nə qədər pul xərclədi deyirsə, 7 ilə 5-i topladım, 12 bir yadda, 14 bir deyətdə 15 bir yadda, 7 bir deyətdə 8. 8 manat 52 qəpiyə bərabər olmuş oldu. 12-ci sualda iki avtomobil qarşı-qarşıya hərəkət edir. Onlar arasındakı ümumi yol 495 kilometrdir. Qarşı-qarşıya da bilirdik ki, toplanılmalıdır sürətlər. Ümumi olaraq 495 kilometr məsafə var iki avtomobil arasında. Avtomobillərdən birinin sürəti 75-dir, digərinin sürəti bizə məlum deyil. Və onu bilirəm ki, bunlar ümumilikdə 3 saat hərəkətdə olublar. Düsturumuzu tətbiq edən zaman sürətlər toplanır, yəni 75 ilə x toplanılır, zamana vurulurdu, bərabər olurdu gedilən yola, yəni 495-ə. 75-in üzərinə x gəlirəm, 495-də 5-i də 3-ə bölməliyəm. 4-ün içində 3 bir dəfə, 19-un içində 3, 3 altın 18 bir dəfə, 15-in içində 3 5 dəfə, 165. X-in də qiyməti buradan 90-a bərabər olur. Deməli, ikinci avtomobilin sürəti 90 km bölünsün saatdır. Enların evi ilə işi. Burada məsələn enlar yazmışam. Biri başqa adlar dedi. Onun üçün enlar səhv eləmirəmsə rəvan da deyən var idi. Fərqi yoxdur. Adın bir önəmi yoxdur. Sadəcə məsələnin bu tipdə olmağı önəmlidir. Enların evi ilə iş arasındakı məsafə 300 metrdir. O 17:20-də evdən çıxıb, 17:40-da iş yerinə çatıb. Enların sürətini tapın. Ümumilikdə ev ilə iş arasındakı məsafə nə qədərdir? 300 metrdir. Düzdürmü? Bu da enlarda 17:20-də evdən çıxır, 17:40-da iş yerinə çatır. Yəni ümumilikdə 20 dəqiqə yol gedir. İndi sürəti tapmaq üçün ümumi yolu zamana bölməliydim. 300-ü bölməliyəm 20-yə, sürətini tapım. O da eləyəcək 15 metr dəqiqə. Cavab oldu 15 metr dəqiqə bərabər. Enların nəyini istəyir? Sürətini tapmağımızı istəyir. İndi 14-cü suala baxırıq. Sadəcə kəsrlərin toplanılmasıdır. 15-də 5 ilə 15-də 7-ni topla deyir. Gəl 15-də 5, üstə gəl 15-də 7. Bərabərdir 15-də 12 verir. Bu da ixtisar gedəndə neçəyə getsin? 3-ə getsin. Aşağıda qaldı 5, yuxarıda qaldı 4. 5-də 4. Bu düzdür. Neçəsi doğrudur deyir. 18-ə 1-in üzərinə 6-da 5 gəlirəm. 18-də 1 üstə gəlinsin 6-da 5 bərabərdir. 18-in özü ortaq məxrəc. 1 üstə gəlinsin 18-i 6-ya böldüm 3, 3 5-in 15. Bu deyilir 18-də 16. İxtisar gedəndə neçəyə getsin? 2-yə getsə, bəli 2-yə getsin. 2-yə getsə 9, 2-yə getsə 8. 9-da 8 alınır, yanlışdır. 4-də 1-in üzərinə 4-də 2 gələndə, 4-də 1 üstə gəlinsin 4-də 2. Bu da verir 4-də 3, düzdür. 6-da 3-ün üzərinə 2-də 1 gəlir. 6-da 3-ün özü ilə 2-də 1 deməkdir. Yəni ixtisar aparsaq, baxın bu formada ixtisar aparsaq, 3-ə ixtisar getsin. Burada qaldı 1, burada qaldı 2, yəni 2-də 1. 2-də 1 ilə də 2-də 1, yəni yarı ilə yarı toplanıb bütövə bərabər olur. Onun üçün bu da doğrudur. 9-da 2-nin üzərinə 9-da 3 gələndə 9-da 5 eləməlidir, 9-da 6 yox. Cavabımız oldu burada. Neçəsi doğrudur deyirsə, ola bilsin variantlarda 1-i, 2-si, 3-ü, 4-ü və ya 5-i bu formada, hamısı bu formada verilib. Belə çıxır ki, burada 3-ü doğrudur. Bir dəqiqə 18-də 1-ə baxım. 18-də 1-in üzərinə 6-da 5 gəldim. 18-i 6-ya 3, 5-in 15. Deməli, burada 3-ü doğru olmuş olur. 15-ci sual. Eyni istiqamətdə iki avtomobil yola çıxır. Baxın, eyni istiqamətli hərəkətlərdə bildiyimiz kimi sürətlər çıxılmalıdır. Sürəti 60 km/saat olan birinci avtomobil yola düşdü. Bundan 4 saat sonra isə sürəti 90 km/saat olan ikinci avtomobil yola düşür. İkinci avtomobil birinci avtomobilə neçə saat sonra çatır? 60 km olan, sürəti 60 km/saat olan avtomobil birinci yola düşür, 4 saat hərəkət edir və nə qədər yol getmiş olur? 60-ı vurdum 4-ə 240.
Ümumi yolum 240'dır. Yəni aralarındakı məsafə 240'dır. Bundan sonrası asandır. Niyə? Çünki eyni istiqamətlə mən bilirəm ki, sürətlər çıxılır. Düsturumu da tətbiq eləsəm artıq cavabı tapmış olacaq. 90-dan çıxmalıyam 60-ını, vurmalıyam. Neçə saat sonra çatar deyək. T-yə bərabərdir 240. 90-dan 60 çıxdım 30. 30'u vurdum T'ye, 30 T 240'a bərabərdir. T də bərabərdir 8. 240 30'a bölünür 8. Deməli 8 saatdan sonra çatmış olacaq. Belə, 16-cı sual. Yüzlüyü 5 olan ən kiçik üç rəqəmli tək ədədlə ondan 3 dəfə kiçik ədədin cəmini istəyir. Yüzlüyü 5'dir. Amma tək istədiyi üçün 500 yox, 501 yazıram. Bundan 3 dəfə kiçik ədəd. 3 dəfə kiçik ədəd, yəni 501-i 3-ə böləcəm. 5-i 3-ə böldüm 1, 20-ni 3-ə böldüm 6, 3 6 18, 21-i 3-ə böldüm 7. Bundan 3 dəfə az 167-yə bərabərdir və bunların cəmini istəyirsə məndən 668-ə bərabər olacaq. 17-ci sual. Çənin 8'ə 1 hissəsi doludur. Bu çənə 16 litr su töksək, onun 8'ə 3 hissəsi dolar. Çənin tutumunu tapın. Bəli, bayaqki sualla ilə bənzər sualdır. Hər tiplisini yazmışam. Bayaqki qab idi. Bu çəndir. 8'də 1'i doludursa, bax 8'də 1'i. 16 litr su tökülüb. 16 litr su tökülüb. 8'də 3'ü dolub. 16 litr töküləndən sonra 8'də 3 hissəsi dolmuş olub. Deməli, 8'də 2 hissə 16 litrdir. Bax, 16 litrdir. Onda ümumi olaraq 8'də 2 hissəsi 16 olan ədədi tapmalıyıq. Çünki 8'də 1 ilə 8'də 3'ün arasında belə deyim də 8'də 3-dən 8'də 1'i çıxsam 8'də 2 vermiş olacaq. 8'də 2 hissəsi 16 olan ədəd də 16-nı 2'yə bölüb 8'ə vurmaq deməkdir. Bu da eləyir 64. Deməli 64 litr çən su tutmuş olur. 18-ci sual. Eyni çevrənin diametri radiusunun cəmi 48 cm-dir. Çevrənin diametrini tap. Deməli bir dənə radius, bir dənə diametr 2 dənə radiusa bərabər olduğu üçün belə deyim də 2 dənə radiusla diametri 2 dənə radius kimi yazdım. Bir dənə radiusu toplasam 48 verəcək. Onda 3 dənə radius neçədir? 48, radiusun biri də 16'ya bərabərdir. Məndən çevrənin diametrini istəyir. 16'nı da vururam 2'yə. Diametr radiusun 2 misli olduğu üçün 16'nı 2'yə vururam. 32'yə bərabər olur. Cavabım oldu 32. 19-cu sual. Üçbucağın birinci bucağı 26 dərəcə, 26 dərəcə. İkinci bucağı düz bucağın 3'də 2 hissəsinə bərabərdir. Düz bucaq 90 dərəcədə və 90'ın 3'də 2 hissəsi 60. 90'ı 3'ə böldüm 30, 2'yə vurdum 60 dərəcə olduğu üçün 3-cü bucağını bizdən istəyir. Bax bu hissə. Bu zaman 3 bucağın daxili bucaqlarının cəmindən bu ikisinin cəmini çıxmalıyıq. 60 ilə 26'nı çıxmalıyıq. Bərabərdir. 180 çıxılsın. 60 ilə 26 86'ya bərabərdir. Cavabımız verdi bizə 16 4 94 dərəcə. Deməli bu 3-cü bucaq 94 dərəcəyə bərabərdir. Tənliyi həll edin. Burada tənlikdə burada mötərizəni yazmağı unutmuşam. Belə bir tənliyimiz var. Əvvəlcə tənlikdəki mötərizənin içini həll eləyək. Deyir 4565'i böl 5'ə 9 6'ın içində 5 1 15'in içində 5 3 dəfə və bundan çıx 379'unu 13'dən 9 4 10'dan 7 3 8'dən 3 çıxdım 5 534. İndi tənliyimizi yazaq. X çıxılsın 5678'in üzərinə 534 gəlirəm. Bərabər olur 3862. İndi belə deyək. X-in qiyməti X bərabərdir 3862'nin üzərinə
5678 gəlib, çıxmalıyam 534-ünü. Çünki işarələri niyə dəyişdi? Çünki bərabərliyin solundaykən mən onları sağa keçirdim və keçirdən zaman işarələr dəyişməlidir. X bərabərdir. 3862-nin üzərinə 3862-nin üzərinə 5678 gəlirəm. 0 bir yadda, 13 bir yadda, 14 bir yadda, 14 bir yadda, 15 bir yadda, bu da 9. Və bundan da çıxıram 534-ünü. 10-dan 4 6, 3-dən 3 0, 5-dən 5 0, burada 9. 9006-ya bərabər. Deyir, kub haqqında verilən fikirlərdən hansı yanlışdır? A-da deyir, yan üzləri kvadratlardan ibarətdir. Bəli, kub demək kvadratlardan ibarət bir fiqur deməkdir. 12 tili 8 təpəsi 6 üzü var. Bu bir qaydadır. Bəli, 12 tili var, 8 təpəsi var, 6 üzü var. Bu da doğrudur. Fəza fiqurlarına aiddir, düzdür. Müstəvi fiquru deyil. Əgər müstəvi fiquru aiddir desək yanlış olardı. Çünki kvadrat müstəvi figurudur da fəza fiquru ilə kubdur, silindirdir. Bu formada fiqurlar fəza fiqurları sayılır. Həcmi V bərabərdir A-nın kubu düsturu ilə hesablanır. Doğrudur. Kubun həcm düsturu elə budur. Tam səthinin sahəsi S bərabər 4A-nın kvadratı düsturudur. Və yaxud da dediyim kimi, bax elə burada deyir 6 üzü var. Əgər 6 üzü varsa, onun səthinin sahəsi 4A kvadratı ilə hesablana bilməz. Desəydi ki, tam yox, yan səthinin sahəsi 4A kvadrat, 4A-nın kvadratı düsturu ilə hesablanır. Onda doğru olardı. Amma tam səthinin sahəsi deyəndə bütün, yəni tam səthi götürülür. 6 dənə üzü varsa 6A-nın kvadratı düsturu ilə hesablanmalıdır. Yanlış cavabımız Y variantına bərabərdir. Kəsirlərin müqayisəsi deyir, hansı variantda doğrudur? Baxın, əgər birində 4 rəqəm, birində 3 rəqəm görürsünüzsə, onları da eyni rəqəmlərə, yəni vergüldən sonra eyni bir rəqəmə bərabər edin. Məsələn, burada vergüldən sonra 3 rəqəm var, burada 2 rəqəm var. 0-la bərpa eləyirəm. Olur 1-dən sonra, yəni vergüldən sonra 45, birində 450. Təbii ki, bu böyük olmalıdır. Bu yanlışdır. Doğrunu istəyir. Burada 300 vergüldən sonra hər ikisinin tamı 2-dir. Bunda bir problem yoxdur. 370-dir vergüldən sonra, burada isə 73-dür. Təbii ki, bu böyük olmalıdır. Bu da yanlışdır. Mənə doğru lazımdır. C-də deyir 7. Bax, hər ikisinin tamı 7-dir. Vergüldən sonra birində 103 var, digərində 81 var. Və 0 vasitəsilə mən oradakı ədədimi tamamlamış oluram. Yəni 3 rəqəmə tamamlamış oluram. Vergüldən sonra 3 rəqəm, vergüldən sonra 3 rəqəm. Amma buradakı vergüldən sonra 810-dur. Burada isə 103-dür. Onun üçün bu böyükdür. Doğru cavabımız elə C variantıdır. Burada elə baxan kimi bilinir ki, bu yanlışdır. Niyə? Tamı burada 0-dır, burada 1-dir. Təbii ki, 1 daha böyükdür də. Onun üçün işarə belə olmalıdır. D yanlışdır. Burada vergüldən sonra, bax, tamlar eynidirsə, vergüldən sonraki ədədlərə baxaram. Burada vergüldən sonra 4 dənə rəqəm var, burada da 4 dənə rəqəm var. Amma biri 0,1,0,1, yəni 0,101-dir, biri 0,110-dur. Hansı böyükdür? Təbii ki, bu böyük olmalıdır. Onun üçün Y də doğru deyil. Doğru cavabımız C variantına bərabərdir. 23-cü sualda deyir, x kiçikdir, x bölünsün 2 kiçikdir, x bölünsün 4 kiçikdir 3-dən. Bax, 2 kiçikdir, x bölünsün 4 kiçikdir 3-dən deyəndə, burada necə hesablanır? Burada bölmə 4 varsa, hər tərəfi 4-ə vururam ki, buradakı bölünsün 4 ləğv olunsun, geçsin. Bax, bunlar gedir. 2-ni 4-ə vururam, 8 kiçikdir, x kiçikdir 3, 4-ün 12. X-in qiymətlərini desək, 8-dən böyük 12-dən kiçik ədədlərdir. Yəni 9, 10 və 11. Bunların da cəmini istəyir. 9 ilə 11, 20, 20 ilə 10, 30-a bərabərdir. Cavab 30 vermiş olur. 24-cü sual. Uzunluğu enindən 6 cm böyük olan düzbucaqlının perimetri 128 cm-dir. Düzbucaqlının uzunluğunu tapın. Deməli, uzunluğu enindən 6 cm böyükdür. Belə bir düzbucaqlıdır. Bura x-dir, bura x plus 6-dır. Bu düzbucaqlının perimetri 128 cm-dir. Belə deyim,
Düstur necə idi? 2 vurulsun x plus 6, yəni biri endi, biri uzundur, bərabərdir 128. 2x plus 6 nəyə bərabərdir? 128-in yarısına, yəni 64-ə. 2x bərabərdir 64-dən 6 çıxdım, 58. X-in də qiyməti oldu. 58-i 2-yə böldüm. 5-in içində 2 dəfə. 18-in içində 2, 9. 29. X-in qiyməti 29-dur, yəni eyni 29-dur. Amma uzunluğu neçə olmalıdır? 29 üstə gəlinsin 6 bərabər 35-ə. Cavabımız oldu. Düzbucaqlının uzunluğu 35 santimetrə bərabər oldu. Belə əziz müəllimlər, növbəti izahlarda görüşənə qədər sağ olun.